Sonra da bilirsiniz ve Etibar Məmmədovla bağlı biraz bir şeyler danışdıqda gene də eyni xətt, eyni. İndi güya bunlar indi ne bileyim kimin tərəfindədirlər bunlar, kimidir. Yaxşı kardeşim, indi ben biraz məsələyə istəyirəm, bəzi məsələ ilk növbədə bir şey aydınlıq gətirim. İsrarla hamı yazır ki, Sərdar yerlibazlıq edir. Kardeşim, bir həftə ondan, 3 gün ondan qabaq tutaq ki, Rəhəm Qaziyev müdafiə eləmişəm, düzdür. Rəhəm Qaziyevlə və ümumiyyətcə, indi baxın, əgər söhbət gerçəkdən Sərdarın yerlibazlıq kimi bir dərdi olmuş olsa, bu arada birinci İlham Əliyevin özü var, birinci, elə. Var da adamda. İndi bunlar boynuna almaqla zaten dördülər, hamısı Qərib Azərbaycan kökəni. Əli Əhmədov var, Misir Mərdanov var, Abel Məhərrəmov var, ondan sonra ne bileyim Məlahət İbrahim qızısı var, bunun ne bileyim illərlə o 30 ildir bu yapım ve ölkənin rəhbərliyində böyle vəzifə tutmuş adamlar var. Bunun Əhliman Əmrəslanov var, o birisi var, bu birisi var. Və bunların hər birinin haqqında hər zaman ən sərt mövqedə mən olmuşam. Və maraqlı birisi nədir? Mən hər zaman bu millətin, bu xalqın, bu ölkənin, bu vətənin davasına apardım. Kimliyinə baxmayaraq, heç kimin də göz yaşına baxmadım. Heç kim. Amma mənə yerlibaz demək biraz bilmirəm indi. Bir daha deyirəm ki, yerlibazlıq olarsa mən də onların yanında olaram da. İndi hamısı da maşallah. Nazir olanı, direktor olanı, deputat olanı illərlə prezident aparatında, Nazirlər Kabinetində yüksək vəzifətdə ölkənin faktiki rəhbərliyində olmuş adam. Bunun hamısı o zaman Murtuz Ələsgərov var idi. Zamanında vəzifədə olanda Əli İnsanov var idi. Əli İnsanovu mən həbsxanadan çıxandan sonra görmüşəm üzbəyüz. Elə. Və mən yerlibaz demək, yerli demək biraz, yəni, özümə biraz qərib gəldi. Bu insanlar nə yiyirlər, nə içirlər. Və maraqlı şeydir, bunların marağına uyğun danışanda sən olursan qəhrəman. Elə ki, bunların marağına uyğun gəlmədi, ya yerlibaz olursan, ya da hətta vətən xaini olursan, nə satqın olursan, nə olursan. İndi başqa bir məsələ də var. Tutaq ki, bu Etibar Məmmədov, bax, o gün oxudum mən, şərh də yazdım orada. İndi bu Əli Orucov geniş və əhatəli uzun bir yazı yazıb. Hər şeydə yazdıqlarda bir analiz edib, təhlil edib, qoyub ortaya, amma mənə maraqlı gələn birisi nədir? Mən köhnə dostum, bizim Sayın Baron Fərəməz Novruzoğlu mənə yazır ki, deyir, mən yazacağım, mənə də cavab verəməzsən, sən Etibar Məmmədovu, səni Etibar Məmmədovu yaxşı tanıyırsan, mən də səni yaxşı tanıyıram, burada problem yoxdur. Və mənim də səni tanımaqla belə peşmançılığım da adım yoxdur. Amma mənə qərib gələn birisi nədir? Özdə mənə deyirsən yerliçilik, yolunuz sən yerlidir. Yaxşı, sən Ramiz Mehdiyevə illərlə dastanlar, romanlar yazan adam, birdən belə gəldin, dedin, Ramiz Mehdiyev mənim kətçimdir, ona görə onu müdafiə edəcəm, düzdür? İndi bəlkə sən orada sarkazm yapsan, amma orada sarkazm, səndə nə sarkazm alınmır, nə də səndə alınan bir şey var demişəm. Sənin sataşma yazıların super gedir, belə adamlara xınt çıxmaq, adamlardan, nə bilim, indi nəyinsə qisasını almaq, nəyinsə köyünə hesablaş çürütmək, səndə ələ almır, orada mən problemli adım yoxdur, özün bilərsən, orasından qarışmam. Amma mənə gəlib gələn bilsin nədir? Məsələn, adam Elçibəyə mənim liderim deyir, Əbülfəz Elçibəyə. Heydər Əliyev ümummilli lider deyir, İlham Əliyevə də rəis deyir. Və bu müstəvidən baxış, adam öz dediklərini öz inanırsa və Etibar Məmmədov ümummilli liderin və rəisin hakimiyyətə gəlməyin təmin edici addımlar atıbsa, o zaman normalda bu Etibar Məmmədova təşəkkür eləməz. Deyir ki, Etibar Məmmədov xalqın inamını satıb, bilmirəm, xalqın sevgisini arxa çevirib. Bu xalqın sevgisini Etibar Məmmədova nəsən nə o birisilər qazandırmamışlar. Amma burada görünən ayrı bir şey var. Mən o detallara inməyəcəm, amma görünən ayrı bir şey var. Etibar Məmmədovla bağlı, ondan sonra bir yerdə Rəhəm Qaziyevlə, tutaq ki, Neymət Pənahlı ilə, Sabir Hüsamxanlı ilə, yəni o dövrün meydan adamlarıyla bağlı indiki hakimiyyətin, cəbhə hakimiyyətinin və indiki hakimiyyətin mövqeyi tam üst-üstə düşür. Tam. Nə deməkdir bu? Əgər bu Elçibəy liderdirsə, Etibar Məmmədov da Elçibəyə deyək ki, siz deyən kimi, Elçibəyə nə bilim, o hakimiyyətə, milli hakimiyyətə nə qayırıbsa, nə elibsə ki, bunların da əsasları yoxdur.
Ama diye ki isteyendi. Öz dediğiniz özünden o zaman Elçibey liderindirse o zaman senin Heydər Əliyev ve İlham Əliyev ve reis milli lider demeyin adı nedir? Yok ederlerim. Doğrudan da sen öz dediğine o zaman sen Etibar Mehmetova teşekkür eləməlisən. Niye Etibar Mehmetova bağımızdan gelen yazsan? Şimdi ben diyelim ben o detaylara inmek istemiyorum. Orada çok şeyler var ama 20 yanvardan sonra evvel Xalq Cəbhəsinin, Xalq Hərəkatının ve Xalq Cəbhəsinin rəhbərini ələ keçirmiş. Sonra da hemen o dalganın üzerinde ikinci dalga bu yine de Etibar Mehmedov'un, Rəhim Qazıyev'in, Xəlil Rıza'nın filanın bunların o ayakta tuttukları meydanın hesabına sonra da yüz cürə hilələ, yüz cürə hiləgərliklə hakimiyyət ələ keçirmiş. Sonra da hakimiyyətin dabanına tüpürüb hakimiyyətdən qaçanlar, xalqın səs verib, xalqın əmanət elədiyi hakimiyyəti, dövləti təhvil verib qaçan adamlar qorxaq olmur, Etibar Mehmedov qorxaq olur. O liderlerin meydanda olup olmamasından ve meydanı terk edilmesinden bağlı ben size maraqlı bir şey diyeceğim. Ve onunla da söhbəti bağlayarak. Bakın bir daha deyirəm. Bak, cəbhənin rəhbərini ələ keçirib, sonra hakimiyyətə gəlib, sonra da Polyanıçla, Volski'yle bir yerde Azərbaycan hakimiyyətini, xalq hərəkatını, xalqın hakimiyyəti nədir, o Xalq Cəbhəsinə olan inamı yerlə bir eləyib. İndi deyirlər Etibar Mehmedov cəbhəni parçalayıb. Etibar Mehmedov cəbhədən gedəndə hələ cəbhə heç hakimiyyət yuxusuna da girmirdi. Amma hakimiyyətin içində olurlar. Hakimiyyətdə təmsil olunub, hakimiyyətin ikinci, üçüncü adam olurlar. Partiya quranlar parçalamırlar, bölmürlər. Amma Etibar Mehmedov parçalayıb. Bu kadar yani ne bileyim necə qeyri-peşəkar, ne bileyim böyle qeyri-səmimi ve bu kadar qərəzli yanaşmanın anlamı adı yoktur. Ama bir şey diyeceğim size. Etibar Mehmedov değil meydandan karşılığına ayakkabısı kaldı. Ayakkabısı adam spor söhbət yalandı. Biz de meydanda olmuşuq. Sadece bu o zamanda bak hemen bu bayaq dedim ha indiki hakimiyyətlə o hakimiyyətin bütün maraqları bu şayiələr onlar yayıb satqındı. Lefortova'da belə oldu, sattı, arka çevirdi, parçaladı. Hamısı o hakimiyyətin de bu hakimiyyətin de mövqeyi üstə. Ama bir liderin bir ağır situasiyada, ağır zamanda tərəfdarlarının sinəsini sipər edib lideri koruması ve təhlükəli yerden liderin uzaklaştırılması hiç zaman qorxaq anlamına gelmez. Qorxaq olsa etibar etçi meydana getməzdi. İtibarı zorla yaparmazdılar ki. Onun da nümunələri var. 2098'in prezident seçkilərində Etibar Mehmedov'un dünyaca məşhur seçki kampanyasını ve Heydər Əliyevlə rəqabət aparıb qalibiyyətlə başa vurduğu seçkidə Etibar Mehmedov'u meydanda tək qoyan bu adamlar sonra 2003-cü ildə Etibar Mehmedov dəstəkləmədi, bizi dəstəkləmədi deyən adamlar yaxşı, əvvəl vahid namizətlə bağlı əldə olunmuş razılığı pozan çox belə özdə biraz da bu necə deyim, biraz qeyri-etik ve biraz insanlıktan yani insanlık halından kənar bir vəziyyətdə ağır ifadeler gene işletmek istemiyorum. Ben ne bileyim, problem değil. Sadece ben bunları demek zorundayım. Hamı da bunu bilir. Ondan sonra növbət dadda indi bu deyir ya, deyirlər mi? Çoxu deyir, bu da deyir. Elçibey məmli deyirdi. Elçibeyin vahid namizədliyini sonraki dəfə məhz vahid namizədliyini dəstəkləməyən, Elçibeyə dəstək verməyən adamlar indi hamısı olub qəhrəman, hamısı olub böyle dövlət xadimi, parlaq dövlət xadimi. Bunlardan stat gətirirlər. Pənah bəy məclisdə belə demişdi. Ondan İsa bəy belə, İsa Qəmbər seçkini udmuşdu falan filan. Udmuş, Etibar Mehmedov da seçkini udmuşdu. Etibar Mehmedov'u dəstəkləməyən adamlar gəlib burada Etibar Mehmedov'dan dəstək istədilər. İndi sonra da hakimiyyət bunlarda, dövlət bunlarda, ordu bunlarda, hökumət bunlarda, kabinetləri, ayakkabıları qarışıb qoyub qaçan adamlar indi sonra da ardına parlamentdə yer alanlar, 5-6 nəfərlik deputat mandatı alanlar hamısı satqın deyil, heç kimi satmayıblar.
Etibar Mehmedov bu ölkədə polis serjantı da olmayıb. Etibar Mehmedov hamıyı satıbsan demək. Məsələ onunla bağlı deyil. Məsələ doğrudan da Etibar Mehmedovun və digər adamların sadəcə nəyin bahasına olursun cəmiyyətin gözündən salmaq, nüfuzdan salmaq hədəfləri var. Çünki ölkədə vəziyyətin öyle böyle biraz geçen defa demiştim. Süratle ölkə bir yere doğru gelir. Ve ne yapıp ne edip o Amerikalılar, Avrupalılar, ne bileyim Yahudiler, Müslümanların İslam'ın yayılmasını karşısına almak için gidip bu ölkəlerde kan tökürlər. Əvəzində ne baş verir? Avrupa, Amerika Müslümanlarla doldurulur. O proses özü elədi. Allah'tan gelen meseledir ya. İndi burada bunların bir korkusu var. Ne olar ne olmaz. Ben geçen defa demiştim. Adam çıkır deyir ki etibar siyasete kaydım. Ben korkuram. Neden korkur adam? Aslında da Etibar Mehmedov doğrudan siyasete kaydarsa Etibar Mehmedov rəqiblərin qorxacağı lider. Bunu ona göre narahattılar. Yoksa ne alakası var dedim ya, bu ölkənin bu boyda sos diye bağıran dərdləri kalmışken Etibar Mehmedov 20 ildən çox çəkilib gedib, heç kimə qarışmır. Heç kimə bugüne kadar Etibar Mehmedov'un ağzından bir kimsenin hakkında satqın, xəyanətkar, sattı, eləmədi, etmədi diyen bir sözünü bir adam eşitmeyeyim. Arada sırada 20 yanvar, Xocalı, ne bileyim böyle ciddi hadiseler, o hərəkatla bağlı ya Respublika günü falan jurnalistler müracaat edip orada müsahibə verir. Bu kadar ilde etibarı üstə toplasan 10 tane normal müsahibəsi 5 tane ya olup ya olmuyor. Adam hiç kime karışmır ama bunlar o üzür üstüyle ifade çok çobut ama deyilir ya itel çəkir motorlar çəmirək. Bunlar durup etibar elədi. Etibar kime ne oldu? Elədi deyək ki. Elədisə etibar, siz etibarı özün deyirsən, yazırsan orada ki etibarın nüfuzu, belə sevgisi yazır, özü yazır ki etibar kadar bu milleti hiç kimi sevmedi. Etibarın o sevgisini de etibara olan milletin inamı da uğurlayıp getirip 11 ayda xərcləyib, tamam xərcləyib sonra da koyup kaçanlar hamısı qəhrəman olur, hamısı stat getirilen devlet xadim olur. Etibar Mehmedov satqın olur. Utanmırsınız siz. Ayıptır da biraz da adamın danışanda bir şey fikirləsin, nəyi danışırsın. Ve bir daha deyirəm. Etibar Mehmedov meydandan kaçmayıb. Korkan adam meydana gelmezdi. Etibar Mehmedov'u taraftarları, Etibar Mehmedov'un belə deyək ki, can güdənləri filan Etibar Mehmedov'u sadece tehlikeli yerden uzaklaştırırlar. Bunun bariz nümunələri var. Bir liderin ki, istenilen bir liderin, istenilen aşamada, tehlikeli yanında, vəziyyət yaranında, o ne bileyim kritik vəziyyətdə sinəsini siper edecek, etrafında, çevresinde yakın yani o korumaları, onun taraftarları yoksa o adamın lider olma hakkı yoktur. Hamı da bunu bilir. Taraftarları meydana çağırıp gedib 3 ay evinden çıkmayan liderler indi istat getirirler onlardan. O belə, İsa Bey belə, ne bileyim, Pənah Bey belirləmişdi. Pənah Bey Volosky ilə müzakirə edirdi Azərbaycan problemlərini. İsa Bey'in başından indi. Bunu ben demirəm. Zaten bu deyilmiş sözdür mən heç. Onun arkasında da gitmək fikrim yoktu ama deyilib. O Gənc Alimlər Klubu var idi, falan var idi. Palyançko meselesi var falan var. İndi eğer demeye söz lazımsa hamının hakkında var. Niye özümüzü böyle alan qarqa kimi ortadan çıxıb? Bəli, Etibar Mehmedov xalqın sevgisi de olub. Xalq sevib. Etibar Mehmedov belki de dünyada yeganə liderdi ki Etibar Mehmedov'un uğruna bir həftəyə 1 milyon imza toplanır. Bu millət eləyib onu. Ve bu millet görəndə ki onun en sevdiği ve en o böyle de hamıdan çok sevgi bəslədiyi lideri müxtəlif yollarla, hilənə, məkirlə, oyundan kənara qoydular. Nəticədə də hakimiyyəti Süləddin Əkbərin dediği kimi sahibinə, Xozeynə təhvil verdilərsə, Xozeynə. O günü baxırdım, Heydər Əliyev deyib gülürdü ki, Qabil mənə Xozeyn demişdi. İndi hakimiyyəti sahibinə təhvil verənlər və rəsmən hakimiyyəti qoyub qaçan adamlar hamısı qəhrəman olub, hamısı lider olub. İndi Etibar Mehmedov da biraz bildi. Yani ayıptır böyle şeyler. O gəlin deyir ki, o da deyir Rебята, давайте жить дружно. Böyle değil. Dedim ya, yazmağa demeye kalmış hamının hakkında
Her şey demeye de olur, yazmak da olur. Elə değil mi? Ben de bir daha derim, yerliçilik ben tanımıram. Ben Turan əsilli Türk'üm. Ben ne yerli ne yersiz. Adam haklıdırsa yanındayım. Haksızsa ha ayrıca bir şey var, ben demişim. O cümleden de Fərəməz bugün de benim dostumdur. Ben böyle şeylerden çəkinen adam değilim. Bildin mi? Fərəməz bak bugün elədiği deyirəm. Ama ben Fərəməz benim dostumdur, yaxşı eləyib yaptım ben. Dostlarımı da böyle çok da üstüne gidip onlarla qovğaya ya da çıkmaram. Ben o adam değilim ki deyim ki filan kəsə vəfa borcum var. 3 aydan sonra duram deyim ki vəfa borcum kurtardı. Adamları üzr istəyirəm belə ayaqlayıb üstündən keçin. Bu məndə o yoxdur. Ben dostlarımla dostum ve her zaman haksız olarlarsa susaram, gedib yanında duraram. Haklı olarlarsa müdafiə eləyirəm. Haksız adamı hiç kim müdafiə eləyəməz. Ve ben Etibar Məhəmmədovun, laf Rəhim Qaziyevin, laf ne bileyim kimi deyirsiniz deyin. Doğma kardeşim olsun. Ben oğlumu böyle haksız olduğu yerde çıkıp böyle publik müdafiə etmərəm. Efirlerde her gün haqdan, ədalətdən danışan adam özü biraz haklı ve ədalətli olmağı bacarmalı. Benim hayat, yaşam kredom belədir. Benim devizim, yaşam tərzim budur. Ha indi Fərəməz hesab edir ki, belə dolar eləsin, o da onu biləcək işte. Ama dedim, ben maraqlı bir şey diyeceğim size. Bu liderlerin korunmasından bağlı dedim ya. Şimdi siz hiç olmasa bakırsınız da yakın kinolar var mesela. Bak bu Sultan Mehmet filmidir. Abi bir şey olan kimi Mehmet dövüşte düz dağın ortasında. Derhal oradan sultanı koruyun, sultan da alınır çembere ve yavaş yavaş daddan çıkartılır. O tehlikeli yerden kenarlaştırılır. O çemberin vasıtasıyla. Demek onda böyle çıxır ki Mehmet dövüşten kaçır elə mi? Bu cüre yanaşma Azerbaycan siyasetinde ve siyasetten yazanlar her zaman öz şəxsi ya qərəzdən ya şəxsi maraqdan ya başka siyasi maraqdan hatta bir yerlerde maddi maraqdan dolayı böyle yanaştılar diye bu ülke bu günlere geldi. Bir daha deyirəm, Etibar Məhəmmədov korkan adam nəzir o meydanda gitmezdi. O da İstəğənbər gəlmədi. Tərəfdarlarına dedi meydana gedin, özü de gitti. Evden 3 ay çıkmadı. Hiç indiye kadar da İstəğənbərə onu gene ciddiyle tutan olmuyor. Ama Etibar Məhəmmədov o meydanın o kan tökülen yerden kanla taraftarları sinesini siper eləyib uzaklaştırır ve bu olur Etibar Məhəmmədov meydanı koydu kaçtı. Bu şeylere biraz